Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, artıq istilik mövsümünün başlaması və havaların soyuması ilə əlaqədar olaraq insanlar arasında müxtəlif üsullardan istifadə edilərək istilik təmin edilir və bu baxımdan da risk hər zaman mövcuddur. Çünki hər kəs eyni üsuldan istifadə etmir, dəm qazından zəhərlənmə halları da baş verir və elə bugün də bir informasiya əldə etdik ki, yəni müxtəlif ərazilərdə də düzdür bu intensiv şəkildə olur, amma indiki məqamda bir məktəbli dəm qazından zəhərlənərək həyatını itirib. Ümumiyyətlə biz dəm qazından zəhərlənmə halında dəm qazından zəhərlənən şəxsə ilkin olaraq hansı cür yanaşmalıyıq, hansı addımları atmalıyıq? Bununla bağlı informasiyanı ilə qonağım toksikoloq İsmail Əfəndiyevdən alacağıq. Xoş gördük İsmail bəy. Təfərrüatları sizdən eşidək. Biz yəni zəhərlənmə halı ilə qarşılaşdıqda ilkin olaraq həmin insana hansı cür yanaşmalıyıq? Buyurun sizdən eşidək. Salam. Birinci növbədə bilmək lazımdır ki, dəm qazının rəngi, kokusu yoxdur. Çox adam insan girir hamam otağına, deyir ki, mən qazın iyi hiss elədim. Təəssüf olsun ki, o dəm qazının iyi olmadığına görə ilk əlamətlər başqa olur. Əgər siz hamam otağında ya digər qaz cihazı olan otağında özünüzdə qəflətən baş ağrır, baş gicəllənmə, ürək bulanma və digər əlamətlər hiss eləmirsinizsə, bilin ki, artıq zəhərlənmə baş verib və ola bilər ki, sizin bir neçə saniyə var ki, oradan o mühitdən çıxasınız ki, ondan sonra dəyişilməsin, komaya düşməyəsiniz və ağır vəziyyət yaranmasın. Ona görə ilk tövsiyə odur ki, dərhal qaz cihazlarını söndürmək, evdə olan pəncərələri açmaq və təmiz hava təmin etməklə özünüzü bir qədər o zəhərlənmədən qorumuş olarsınız. Əgər Allah eləməsin artıq zəhərlənmə baş veribsə və huşun itirməsi ilə xəstədə vəziyyət yaranıbsa, burada yenə özünü itirmək lazım deyil. Dərhal həmin qaz cihazlarını söndürmək, pəncərələri açmaqdan sonra birinci növbədə həmin xəstədə tənəffüs yollarının təminatını təmin etmək lazımdır ki, hava keçsin, ağız, burunu təmizlətdirmək lazımdır. Ola bilər bir neçə müddətdən sonra həmin insan özünə gəlsin, amma bilmək lazımdır ki, dəm qazı ilə zəhərlənmə 2 mərhələli zəhərlənmədir və hətta xəstə özünə gələndən sonra ondan sonra ağır fəsadlar baş verə bilər. Sırf nevroloji nöqteyi nəzərdən uzun müddətli baş ağrılar, yaddaşın zəifləməsi və digər xoşagəlməz halları yaranır. Ona görə əgər belə bir zəhərlənmə baş veribsə, dərhal təcili yardıma zəng eləmək lazımdır və xəstə ancaq həkim müayinəsindən sonra qanda onda karboksigemoqlobin ölçülür, yəni ki, zəhərlənmənin səviyyəsini təyin olunur və ona uyğun olaraq ilk növbədə oksigen terapiya aparılır. Çünki belə zəhərlənmədə ən vacib qanda olan oksigen çatışmazlığını bərpa etmək. Digər müalicələr, xüsusən nevroloji müalicələr yenə də yalnız və yalnız həkim tərəfindən təyin oluna bilər. Evdə isə həkim gələnə qədər xəstəni çalışmaq lazımdır, sakitləşdirmək, onun yenə də hansısa bir isti çay mı, ya digər içməklə onu təmin etmək və əgər hansısa bir əlamət varsa, güclü baş ağrı varsa və ya digər əlamətlər varsa, ona uyğun evdə olan dərmanlardan istifadə etmək tövsiyə olunur. Təşəkkür edirəm dolğun informasiyaları bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, elə bugün də biz bununla bağlı informasiya əldə etdik ki, məktəbli bir uşaq məhz dəm qazına zəhərlənmənin qurbanına çevrilib və bu cür halların qarşısının alınması üçün də elə həkimin dediyi qaydalara mütləq şəkildə əməl etmək lazımdır. Elə boşuna məhz bu növ zəhərlənməyə səssiz ölüm demirlər, iyisizdir, qoxusuzdur və bu baxımdan da həm mütəmadi olur təhlükəsizlik qaydalarına da, təcihata da mütləq şəkildə yoxlamaq zəruri hesab edilir. Çatdıra biləcəyimiz informasiyalar bu qədər. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları ətraflı şəkildə bölüşdüyün üçün.